Heydər Əliyevin ətrafında vətənimizin ziyalı insanları, ağsaqqalları, hünərvər adamları, uzaq görən dünya görüşünə malik, iti düşüncəyə, böyük, parlaq zəkaya malik insanlar Heydər Əliyevin ətrafında səfərbər olublar. Bu insanların sırasında Ramiz müəllim Mehdiyevin xüsusi bir rolunu hər birimiz görmüşük. Ramiz müəllim Heydər Əliyevin ən sadiq silahdaşı, ən böyük vətənpərvər, ən uzaq görən insan, alim, ziyalı, ağsaqqal kimi bütün varlığı ilə vətənimizin saadəti naminə fəaliyyətdə Heydər Əliyev siyasi xəttini müdafiə etməkdə öncərgədə olub həmişə. Ramiz müəllim öz fəaliyyəti ilə təkcə Azərbaycan vətəndaşlarının yox, dünyanın ən hörmətli, nüfuzlu siyasətçilərinin də diqqətini cəlb edən bir insan olub. Ramiz müəllim öz fəaliyyəti ilə, öz uzaq görən siyasəti ilə ox olub düşmənin gözünə batan bir insan olub. Ramiz müəllim öz siyasətində, öz fəaliyyətində həmişə Azərbaycan vətəndaşının, onun mövqeyinin, onun saadətinin, onun gələcəyinin təəssübünü çəkən bir siyasi xadim olub. Bugün də Ramiz müəllim ölkəmizin, dövlətimizin, siyasətinin başında hünərlə dayanan müdrik prezidentimiz İlham Əliyevin sağ əlidir. Bugün möhtərəm prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət, istər daxili, istər xarici siyasət, bütün dünya siyasətçilərinin diqqətini cəlb edir. Bu siyasət Azərbaycana hörmətə, nüfuza mindirib, dünyada Azərbaycanımız özünə məxsus bir imic ilə bugün fəaliyyət göstərir. Bugün ölkəmizdə keçirilən mühüm beynəlxalq tədbirlərə sahiblik eləyən ev yiyəsi kimi biz öz qonaqpərvərliyimizlə, öz insanpərvərliyimizlə, vətənimizin abad siması ilə, bütün uğurlarımız ilə şərəflə yaşayırıq, fəxr eləyirik. Və bu fərəhli, bu şərəfli həyatımızın bugünkü səviyyəyə qalxmasında mən elə bilirəm ki, Ramiz müəllimin inkar edilməz rolu var, böyük bir rolu var. Ramiz müəllim öz vətəninin uğurları üçün bütün ağlını, bütün zəkasını, bütün dühasını səfərbər eləmiş bir insandır. O, öz əsərləri ilə bir akademik kimi, alim kimi, öz əsərləri ilə diqqəti hər tərəfdən çəkir. Goruz 2010 Absurd Teatr Mövsümü adlı əsərində o Ermənistanın rəhbərinə elə təksib edilməz cavablar verib ki, bir dövlət rəhbəri olaraq Sarkisyan yəqin ki, onun böhtanlarına, yalanlarına, Ramiz müəllimin verdiyi o tutarlı, ağıllı cavablardan öz şərəfini qoruyan bir insan olsaydı, ürək çoxdan partlayıb ölmüşdü. Mən belə düşünürəm. Çünki bu cavabların hər birində o qədər faktlar var, o qədər həqiqətlər var, inkar edilməz həqiqətlər var ki, ona heç bir cavab vermək mümkün deyildi. Və Ramiz müəllimin belə əsərlərinin sayı hesabı yoxdur. Bu günlərdə onun təzəcə nəşrdən çıxmış milli ideologiyamıza töhfə olaraq 2 cildlik kitabı Moskvanın ən məşhur nəşriyyatlarında dərc olunmuşdur, nəşr olunmuşdur. Və mən hələ bu kitabı oxumamışam, amma inanıram ki, bu kitablarda əvvəlki kitablardan heç bir fərqi olmadan bizim ideologiyamıza xidmət edən bir kitabdır. Gənclərimizdə milli ideologiyamızı tərbiyə edən bir kitabdır. Azərbaycançılıq ideologiyasının davamıdır və Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yürütdüyü çox böyük bir ideologiyanın, məfkurənin dayağıdır, mən belə deyərdim. Ramiz müəllim bugün də bizim dövlətimizin başında siyasi xadim kimi fəaliyyət göstərir. Siyasi xadim olaraq onun siyasi fəaliyyəti 90-cı illərin əvvəllərindən bu yana məlumdur, məşhurdur. Qədirbilən insanlar tərəfindən çox böyük qiymətə, dəyərə layiqdir.
Akademik kimi də Ramiz müəllimin qələmi çox ustad bir qələmdir. Çox yazdığı kitablar bütün millətin, bütün gəncliyin diqqətini cəlb edən əsərlərdir. Lakin mən bir də Ramiz müəllimin insani keyfiyyətləri haqqında 2 kəlmə demək istəyərdim. Çünki uzaqdan uzağa da olsa bu keyfiyyətlər millətə bəllidir, insanlara bəllidir. Sərraf gözlü insanlar bu mövqeyi alqışlayırlar, görürlər. Daima mövqeyə ehtiyacı olduqlarını da hiss eləyirlər. Çünki bu mövqe çox ədalətli bir mövqedir. Bu mövqe dövlət siyasətinin başında dayanmış bir insanın haqq-qərar mövqeyidir. Ədalətli mövqeyidir. Bu mövqe ilə mən elə bilirəm ki, Ramiz müəllim çox ucalarda dayanıb bütün ətrafı seyr edən bir qartala bənzəyir. Onun gözündən heç nə yayınmır. O, ölkədə fəaliyyət göstərən kadrları, insanları çox yaxşı tanıyır, onların fəaliyyətinə bələd olur, onları yaxından duyur, onların fəaliyyətinin hansı səpkidə, hansı məcrada olduğuna dəyər verir, qiymət verir və daima öz fikirləri ilə, mən elə bilirəm ki, öz ideyaları ilə, öz fikirləri ilə bizim dövlətimizin müdrik siyasətinin hər tərəfli istiqamətində öz sözünü deyə bilir. Və onun bugün Azərbaycanda olan hörməti, nüfuzu, ona olan insanların qəlbində böyük bir ehtiram, böyük bir hörmət heç bir zaman sönməyəcək. Çünki bu hörmətin təməlində böyük bir insanın, ən böyük Azərbaycanlının mən deyərdim. Azərbaycanın ən böyük təəssüfkeşinin, Azərbaycanın ən ədalətli kişisinin, Azərbaycanın ən böyük siyasətçisinin müdrik obrazı durur. Bu əziz günlərdə mən çox arzu eləyərdim ki, Ramiz müəllim bundan sonra da uzun illər o mövqeyində daima qalsın. Böyük Tanrıdan ona Polad kimi möhkəm səhhət arzulayıram, uzun ömür arzulayıram. Arzu eləyirəm ki, o öz ömründə öz əziz evladlarının ən xoş məqamları ilə öyünsün, ən xoş məqamları ilə fəxr eləsin. Necə ki, biz Ramiz müəllimin dövlətimizin siyasətində o çox ciddi, çox deyim, titanik zəhmətinin, titanik fəaliyyətinin bəhrələrini görürük. Allah ona əsir eləməsin. Vaxtilə Ramiz müəllim Heydər Əliyevin Azərbaycanda 2-ci dəfə hakimiyyətdə olduğu dövrdə onun ən sadiq silahdaşı, ən yaxın dostu sağ əli idi demək olar ki. Bugün də Ramiz müəllim Heydər Əliyevin bizə miras qoyub getdiyi ölkəmizin möhtərəm prezidenti İlham Əliyevin sağ əlidir. Bugün bizim möhtərəm prezidentimizin bütün dünyada apardığı siyasət çox unikal, çox qeyri-adi, çox mükəmməl, möhtəşəm bir siyasətdir. Bu siyasətlə biz düşmənlərimizin bağrını çatladırıq. Bu siyasətlə biz dostlarımızı sevindiririk. Bu siyasətlə biz bütün dünyada hörmət qazanırıq, imic qazanırıq. Bizim xalqımızın, vətənimizin, dövlətimizin, onun rəhbərinin mütərəqqi mövqeyi tam aydınlığı ilə bugün bütün dünyaya bəyan olunubdur. Biz bugün dövlətimizin rəhbərinin müdrik siyasəti ilə öz taleyimizi həll edən bir xalqa çevrilmişik. Biz bugün qəlbimizdə öz nüfuzumuzu, öz hörmətimizi hiss eləyərək və bu hisslərdən, duyğulardan əmələ gələn bir məhəbbətlə dövlət rəhbərimizə minnətdarıq. Onun müdrik siyasətinə minnətdarıq. Mən belə güman eləyirəm ki, bu Azərbaycanımız üçün son dərəcə yüksək, hörmətli, şərəfli bir devirdə bizim möhtərəm prezidentimiz İlham Əliyev xoşbəxt bir insandır ki, onun yanında Ramiz müəllim Mehdiyev kimi ağsaqqal var, dünya görmüş insan var, böyük zəka sahibi var, böyük təfəkkür, məntiq sahibi var. Belə insanlar dövlətimizin irəli getməsində əvəz olunmaz rol oynayırlar. Belə insanlar hansı dövrdə yaşayırıq, hansı intibaha doğru gediriksə gedək, belə insanlar dövlətimizə, onun rəhbərinin əlindən tutan, qolundan tutan, mayaq kimi bəzən öz ağsaqqallığı ilə ona yol göstərən bir simadır.
Mən bugün Ramiz müəllimin haqqında düşünərkən istər-istəməz böyük Səməd Vurğunun fikirləri yadıma düşür. Nadir şəxsiyyətlər yaranır az-az. Hər yerdə, hər zaman inci tapılmaz.